Heç şübhəsiz, İsrail-İran müharibəsinin uzanması qonşu regionlara da negativ təsirini göstərəcək. Mövcud iqtisadi bağların qopmasına, eləcə də dünyada enerji növlərinin qiymətlərinin qalxmasına səbəb olacaq. Elə necə ki, artıq olur. Bu arada yaranmış vəziyyətdən hər dəfə olduğu kimi sui-istifadə etməyə çalışan qüvvələr də göbələk kimi ortaya çıxır və onların əsas hədəfi müharibənin coğrafiyasını genişləndirməkdir. Digər ölkələri də müharibəyə cəlb etməkdir. Məsələn, həftə içi Ermənistan və Rusiyanın bəzi telegram kanalları Azərbaycanı İsrail-İran münaqişəsinin tərkib hissəsinə çevirmək üçün durmadan yalan məlumatlar tirajlamağa başladılar ki, güya Azərbaycan ərazisindən də hava zərbələri endirməkdən ötürü istifadə olunur. Başqa sözlə, ssenari dəyişmir. Postmuharibə mərhələsində bəzi Avropa mediasının tez-tez müraciət etdiyi şantaj üsulu. Həmin medianın yaxud üsulun arxasında isə heç şübhəsiz ki, bəlli dövlətlər durur. Heç kimə qarşı biz heç vaxt heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq, amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər. Belə cəhdlər var, olacaq, düzdür, onların heç bir əhəmiyyəti yoxdur. Ancaq bizim xarici siyasət istiqamətində bu faktor təbii olaraq həmişə nəzərə alınacaq. Bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında kim əməkdaşlıq eləmək istəyirsə, biz 2 qat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcək, bu səhv təsəvvürdür. Bu olmayacaq. Odur ki, hər kəs layiq olduğu münasibəti görəcək, elə necə ki, görür də. Bu, Azərbaycanın başlıca prinsipial siyasətidir. Lakin ondan da vacib siyasi xətt insanlıq prinsipidir, humanizmdir. Hansı ki, bütün çətin məqamlarda işə düşür. Ən bariz nümunələrdən biri dünyanı bürüyən pandemiya dövründə yaşandı. Rəsmi Bakının pandemiyadan əziyyət çəkən, lakin vaksin almaq gücündə olmayan ölkələrə köməyin göstərilməsi ilə bağlı etdiyi çağırışlar və atdığı praktik addımlar idi. Ən bariz nümunələrdən biri Türkiyədə yaşanan dağıdıcı zəlzələ zamanı ortaya çıxdı. Nəhayət, ən bariz nümunələrdən biri elə İran-İsrail müharibəsi zamanı yaşandı. Kimlərsə müharibədən sui-istifadə etməyə çalışır. Azərbaycan isə növbəti dəfə humanitar prinsipləri rəhbər tutaraq mülki insanların münaqişə bölgəsindən təhlükəsiz təxliyəsi üçün imkanlar yaradır.